Mərkəzi Bank Azərbaycan Kickboksing Federasiyası İctimai Birliyini valyuta qaydalarını pozduğu üçün cərimələyib. Doğru Xəbər.tv xəbər verir ki, Azərbaycan Kickboksing Federasiyası barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib. Məlum olub ki, Azərbaycan Kickboksing Federasiyası 18.692 ABŞ dolları məbləğində vəsaiti 2 avqust 2023-cü il tarixdə xaricə köçürüb və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməyib. Federasiyanın 19 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Federasiya tərəfindən bəyannamənin əldə edilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanmayıb. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri də məhkəmə iclasında iştirak etməyib. Məhkəmənin hökmü ilə Azərbaycan Kickboksing Federasiyası İctimai Birliyi İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 18.692 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 3738,4 ABŞ dolları cərimə olunub. Qeyd edək ki, Azərbaycan Kickboksing Federasiyası İctimai Birliyinin qanuni təmsilçisi Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevdir. Xəbərin mənbəyi Qaynar Info.